Elm və Təhsil İşçiləri Həmkarları İttifaqı Nərimanov rayon komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb. Hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Məlumatı Elm və Təhsil İşçiləri Həmkarları İttifaqının Nərimanov rayon komitəsindən saytımıza təsdiqləyiblər. Qeyd edək ki, Kamran Əsədov sözügedən vəzifəyə bu ilin noyabrın 27-sində seçilib. Noyabrın 28-dən fəaliyyətə başlayıb. Dekabrın 12-sində isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədi ilə əldə edilməsi və 308.1-ci vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham elan edilib. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısında dəyişiklik ediləcək. Bu barədə məsələ Milli Məclisin bugün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, işə götürən ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verilməyəcək. Mövcud qanunvericiliyə görə, işə götürən ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda, bu şəxslərin işdə saxlanmasına üstünlük verir. Müzakirələrdən sonra dəyişiklik səs verməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Ailə vəzifələrinə görə işçilər arasında hər hansı bir başa və ya dolayı ayrı seçkiliyə yol verilməsi qadağan ediləcək. Bu barədə məsələ Milli Məclisin bugün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən əmək münasibətlərində ailə vəzifələrinə görə işçilər arasında hər hansı bir başa və ya dolayı ayrı seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağan olunacaq. Əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı seçkilik hesab olunmayacaq. Müzakirələrdən sonra dəyişiklik səs verməyə qoyularaq birinci oxunuşda qəbul edilib.